Mida Yasamalda təcili olaraq 2 otaqlı mənzil kirayəyə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətinin arxasında təxminən 200-250 metrlik məsafədə yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində ümumi sayısı 60 kvadrat olan, qanuni 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan, kondisioneri olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. İlk öncə onu bildirim ki, Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq, daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. 9, 10 və 7 B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində. Yeni salınmış kompleksdə 9 mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan tam təmirli bir mənzildir. Tam əşyalı olaraq da kirayə verilir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 550 manatdır. Əvvəldə də bildirdiyim kimi Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq, daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.